Nəysə, rekordu başladaq. Klasslar, yəni siniflər nədir Pythonda? Ümumiyyətlə harda istifadə olunur, yaxud da harda qarşımıza çıxıb, bütün bu məqamların hamısına bir-bir diqqət eləyəcəyik. Yəni klass bir sinif deməkdir. Hansı ki bu sinifin içində xüsusiyyətlər və davranışlar deyirlər. Və yaxud da başqa cür elmi dildə desək metodlar və atributlar deyirlər. Xüsusiyyətlər bizim dəyişənlərimizdir, yəni atributlarımızdır ki, sən onları əlavə eləyəcəksən. Davranışlar isə metodlardır, hansı ki funksiyalar, deflər falandır ki, sən ondan o xüsusiyyətlərin, davranışlardan yazacaqsan. Məsələn, nəyi misal göstərə bilərik? Deyək ki, bir maşın sinifi var. Bu maşın sinifinin belə deyək, bölmüşük davranışlarına. Yəni məsələn SUV maşınlar var, sedan maşınlar var. Sonra bunları bölürük xüsusiyyətlərinə. Yəni SUV-lər məsələn bu qədər benzin içir, nə bilim SUV, nə bilim 4x4-dür, yaxud da sedan məsələn nədir, nəsə belə-belə fərqlərinə bölürük və bunu bir sinif kimi görə bilərik. Biz başqa vaxt sinifi harda görmüşük? Sinifi onda görmüşük ki, məsələn hər hansısa bir data yazırıq və onun tipinə baxanda görürük ki, bizə gəlir type məsələn class məsələn int. Sən buna baxsaq gələcək ki, class int. Nə bilim, əgər bunu mən indi string eləsəm, class S deyir gələcək. Və burada bildiyiniz class tipin özüdür. Class tip sinifidir. S deyir isə, yəni həmin o tipdə yazılmış bir nə deyək ona? Obyektdir, bir sinifdir. Ki, yəni sən həmin obyekt sinif üzərindən bir obyekt yaratdın. SS obyekti yaratdın və onun sinifi nə gedir? String sinifi gedir. Yəni class özü bir tipdir. Yəni Pythonda da hər bir şeyi biz obyekt olaraq bilirik və hər bir obyektin də bir növü var. Bax məsələn, bax burada indi yazmışıq ki, ASS, yəni string ifadə yazmışıq, onun tipinə baxırıq. Yəni string bir klassdır. String bir klassdır, klassın özü də bir tipdir. Yəni bu həmin SS klassı string sinifindən yaranmış bir obyektdir. Yəni bu o deməkdir. Məsələn, burada da 15 yazsam, bunu integer olaraq bilirik. Burada da integer bir klassdır, hansı ki onu da int sinifindən yaradılmış bir obyekt. 5-də bu 15-də həmin o int sinifindən yaradılmış bir obyektdir. Yəni klasslarda ümumiyyətlə biz obyektlərlə çox işləyəcəyik. Başa düşəcəyik ki, bu obyekt anlayışı nədir, instance anlayışı nədir. Sonra onlar üzərində hansı əməliyyatları yerinə yetirəcəyik, metodlarımız nədir, klass necə yazılır. Belə, yəni gedəcək. Yəni biz bunu burada görmüşük. Demək, klass özü bir tipdir. Burada yazılanlar da həmin o tipə aid olan siniflərdir. Və həmin siniflər üzərindən çağırdığın obyektlər də onu təmsil edir. Məsələn, burada bir list də olsa, demək ki, list sinifindən sən bir obyekt yaradırsan və onun tipinə baxırsan. Tipinə də baxsan, hansı sinifdə olduğunu göstərəcəksən. Öz sinifivi də, öz tipivi də yarada biləcəksən sən. İndi o da biraz dərs danışaq, izah eləyəcəm ki, öz tipivi necə yaradırsan. Yəni lap indi də eləmək olar. Nəsə. Birinci baxaq, klass necə yazılır? Klassın keyword'ü, yəni klassdır. Sonra klassın adını yazırıq. Məsələn, maşın klassı. Burada mötərizə də qoya bilərik, qoşa nöqtə də qoya bilərik. Biraz bu dərin fərqləri var bunların da. Yəni mötərizəsiz yazırıqsa bu sadə bir klassdır. Mötərizə ilə yazırıqsa bunun obyektləri, sinifləri, metodları olacaq ki, onlardan sən istifadə edəcəksən. Məsələn, mən buna pass verirəm. Yəni burada bunun gövdəsidir. Burada hər hansısa bir şey ola, funksiyalar ola bilər, dövrlər, şərtlər, bir məsələ, proqram, hər bir şey ola bilər burada. Sadəcə öz tipimizi necə yaradırıq? Məsələn, ona bir dənə baxaq, siz o başa düşəcəksiniz. Məsələn, yenə ingilis dilinə getdim. Yaxşı, mənim maşınım adında bir dənə sinif yaradıram, obyekt yaradıram və bu obyektdə maşın sinifimi əlavə edirəm. Maşın sinifimi əlavə elədim. Bax, burada bizim obyektimiz mənim maşınımdır. Əlavə elədiyimdə bu sinifin özüdür. İndi mənim maşınımın tipinə baxsam, gələcək ki, class main maşın.
Yəni main head burada artıq maşın bir tip olur. Yəni maşın tipinə yaratdığın bir obyekt var. Həmin hansı ki bu obyektdir o. Sən də onun belə deyək, sinifini öyrənmək istəyirsən. Bu da eyni söhbətdir. Bayaqki kimi necə bayaqları gəlirdi. Gəl bir də nə bilim A15-in tipinə baxaq. Müqayisə edək. Print type 15 deyirəm. A. Çap eləyək. Hə. Görürsüz ki, eyni yazılışdır. Yəni burada məsələn integer bir sinif idi. Həmin sinifdə sən 15 obyektini yaratdın, A obyektini yaratdın və tipinə baxdın. Burada da maşın bir sinifdir və sən orada mənim maşınım adında bir dənə obyekt yaratdın və onun tipinə baxdın ki, bu hansı sinifdəndir? Int sinifindəndir, string sinifindəndir, ya sənin öz yaratdığın sinifdəndir. Sənin öz yaratdığın sinifdən də olanda bu şəkildə yazır. Main.maşın. Başa düşdük bunu? Bəli. Yəni bir kəlmə, belə bir şey var ki, Pythonda hər bir şey klassdan yaranır. Ona görə də type-a baxanda klass göstərir. Pythonda nə var, nə yox, hər şey klassdan yaranır. Bir dənə bunu başa düşək fisə. Başqa bir problemimiz olmayacaq. İndi qaydaq, bunu qoyaq bir kənara. Qaydaq indi klassların məsələn özlərinə. Məsələn, nümunəmizi biz necə dedik? Məsələn, maşın bir sinif ola bilər. Hər maşının rəngi, modeli, sürəti var. Bu da onun xüsusiyyətləridir, atributlarıdır. Klass necə yazılır? Dedik ki, klass keyword ilə yazılır. Burada sənin klassın adı olacaq. Qoşu nöqtəsini qoyacaqsan mütləq. Və sinifin adın böyük hərflə başlamalısan. Yəni daha belə deyək, struktura uyğun olsun deyə. Yəni kiçik hərflə başlasan necə deyim? Gəl məsələn bir dənə yoxlayaq. Yəni kiçik hərflə başlasaq da bir problem vermir. Sadəcə struktur olaraq bunun adı böyük hərflə yazılmalıdır. Çünki metodla funksiyalardan ayrılsın deyə. Kiçik hərf bizə bir problem yaratmayacaq. Amma yenə də Python qaydalarında, yəni klass adları böyük hərflə başlamalıdır. Və burada da ad qoyanda diqqət etmək falan lazımdır. Ta rəqəmlə falan başlayıb bir ad qoymayın. Dəyişənlərdə necə, burada da eləsin. Pass yazdığım hissədə bunun gövdəsidir. Burada hər hansısa bir belə deyək, hələlik içi boşdur da, o deməkdir. Yəni istəsən bura doldura bilərsən, ora məlumatlar falan yaza bilərsən. Klass içində dəyişən funksiya məsələn necə yazılır? Gəlin məsələn ona baxaq. İndi gəl bir dənə bunu silək. Məsələn, mən bura gəlib print salam məsələn Turan yazsam. Sonra gəlib bu A adında bir dənə obyekt yaradım. Name klassını yazdım. Print A edeyim. Yəni obyekt olaraq bizim belə deyək, nəticəmiz gələcək. Bu buradakı printdir. Bunu göstərir. Yəni klassı çağırmışam deyə, sinifi çağırmışam deyə. Məsələn, bu var burada. Məsələn, mən bu şəkildə saxlasam, yəni düzdür, salam Turan gəlir. Amma obyektimiz gəlmir. Hansı obyekt olduğunu bilənməyəcək. Mütləqdir ki, sən o obyektin içindəkilərə baxmaq istəyirsənsə, sinifi çağırmalısan. Bu sən həmin o klassda yaratdığın bir obyektdir. Obyektin ünvanıdır. Burada məsələn qalır belə. Bunun içərisinə yəni gördüyünüz kimi kodlar yaza bilərik. Bəs bunun içindəki kodlara necə əlaqə saxlayacaq? Məsələn ona baxaq. Onun üçün bunun içərisində funksiyalar yaradılırlar. O funksiyalar içərisində dəyişənlər yaradılır. Funksiyalar sənin metodların olacaq. Yəni burada metodlar yaradacaqsan. O da metodların içərisində atributları yaradacaqsan. Yəni xüsusiyyətləri. Bu davranışlarıdır. Bu da xüsusiyyətləridir. Bu şəkildə sən nə edəcəksən? Klassın içini dolduracaqsan. Klassın özünə məxsus xüsusi funksiyası var ki, init funksiyası deyirlər buna. Əslində init funksiyası haqqında ayrıca bir dərs keçmək
də olar. Çünki init funksiyasını başa düşmək biraz çətindir. Init funksiyasının digər funksiyalardan fərqini bilmək lazımdır. Nəsə, mən indi sadə bir yolla sırf klassın içini doldurmaq üçün init funksiyasından istifadə edəcəm. Gəlin məsələn baxaq. Deflə, yəni hamımız bilirik ki, funksiyalar yazılır. 2 dənə altdan xətt qoyanda init funksiyası gəlir. Int yox, bax init funksiyası, predefined. Gəldim. Self bunun default parametridir. Self-i dəymək lazım deyil. Self burada mütləq qalmalıdır. Sən klassla işləyirsənsə. Maşınımızın brendi var. Yəni hansı markadır, modeldir məsələn o. Bir də rəngi olar. Məsələn color-da yazaq bura. Burada biz onun belə deyək davranışların, xüsusiyyətlərin qeyd edirik. İndi sinifin belə deyək özünə məxsus funksiyası init funksiyasıdır. Həmin sinifin özünə məxsus obyektini də yaratmaq üçün self-dən istifadə edəcəyik. Bu həmin bu default self-dən. Yazacağıq ki, self brand bərabərdir məsələn brand. Bu rəngi dəyişdir. Self color bərabərdir color. Niyə görə? Mən artıq name klassını çağıranda birbaşa brand'ə və color'a müraciət edə biləcəm. Amma bunları yazmasaydım, name'in içərisində bunlar görünməyəcəkdi. Klassın içərisində. Onu indi birazdan göstərəcəm. Bir də elə belə funksiya yaradıram. Məsələn, drive funksiyası deyək ki, maşını sürürük burada. Və görürsünüz, mötərizə açan kimi özü self verir. Siz də dəymirsiniz. Print if verək ki, self brand məsələn, maşını hərəkət edir. Onu da biz dediyim kimi çağıracaq, obyekt yaradacaq və obyektə belə deyək, dəyərimizi verəcək. İndi burada dediyimiz kimi bir dənə yazdıqlarımıza fikir verək. Init xüsusi funksiyadır. Obyekt yaradanda avtomatik işləyir. Hələ ki, obyektimizi yaratmamışıq. Yəni, obyekti yaradanda biz görəcəyik onu. Self dedik ki, sinifdən yaradılan hər sinifdən yaradılan öz obyektini göstərmək üçün istifadə olunur. Yəni, necə ki, bu obyekt yaradan kimi init funksiyası işləyəcək. Mən sinifi çağırmışam. Sinifdən birbaşa brand'ə color'a keçid eləmək üçün init funksiyası lazımdır. Bunun üçün də selfləri də verməliyik ki, keçidi də eləyə bilsin. Brand-dən color heç bizim maşınımızın xüsusiyyətləridir. Necə ki, funksiyaya parametri vermişik, bu heç. Bu da heç nə. Maşının drive-dakı maşının elə bir ki, etdiyi hərəkəti göstərən bir funksiyadır. Onun davranışını məsəl üçün göstərir. İndi bunu prosta yaratmışam ki, yəni onlara necə müraciət eləmək olar. Bir dənə yazıram. Burada heç name verməyək. İndi maşından gedirsə söhbət. Car yazaq. Bir dənə obyekt yaradıram. My car. Bura yazıram. Car klassını yazdım. Mötərizəni açdım. Mənə deyir ki, brandi daxil elə. Init burada bu işə yarayır. Init burada bu işə yarayır. Əgər mən bunu initdən verməsəydim və yaxud da burada selfləri istifadə eləməsəydim, birbaşa mən ora nətər deyim, dəyər daxil edə bilməyəcəm. Məsələn, drive funksiyasını çağırmaq üçün mən car-a gəlib bir dənə nöqtə qoyub drive-ı çağırmalıyam. Bax, burada gəlir bu. Amma car-a mən mötərizə qoyuram və bura parametr daxil edirəmsə, bu initin daxilinə gedəcək. Yəni, gedib initdə özünü cəmləyəcək. Sən sonra bu initdə istifadə elədiyi istədiyin funksiyada istifadə edə biləcəksən, istədiyin metodda istifadə edəcəksən. Init isə bu klassın özünə məxsus funksiyasıdır və sadəcə klassa aiddir. Belə deyək, ancaq ona tabedir. Sən ona sonradan heç nə daxil eləmirsən. Elə klassı çağıranda ona qiymətləri, dəyərləri verəcəksən. Sonra da öz işini görəcək. Yəni, başqa funksiyalarda istifadə edəcəksən. Initin mənasını başa düşün. Yəni, init biraz çətindir. Məsələn, indi bura gəlirəm, mən brendləri yazıram. BMW. Bura vergül qoyuram, məsələn, qara. Sonra. Mənim obyektim artıq bir klassa bərabərdir. Yəni, mən bir də bu drive funksiyasını çağırmaq üçün təzədən bu klassı yaratmağıma ehtiyac yoxdur. Artıq bir obyekt
var və bu obyekt bu klassın içindəki bütün xüsusiyyətləri istifadə edə bilər. Məsələn, hansı xüsusiyyəti? Drive funksiyasını istifadə edə bilər xüsusiyyətini. Yazıram my car nöqtə drive bu özü gəlir. Drive bu şəkildə. İndi proqramımızı çalışdıraq. Yazır BMW maşını hərəkət edir. Və yaxud da bura onun rəngini də yaza bilərsən ki, məsələn, self color rəngli, məsələn belə yaza. Məsələn, qara rəngli BMW maşını hərəkət edir. Və bu da belə deyək, klasslar üçün yazdığımız proqramdır. Klass yəni burada şablonumuzu biz bu keyworddən istifadə edəcəyik. Obyekt my car-dır. Hansı ki biz onu yaradırıq, dəyişəni yaradırıq və ona klasını mənimsədirik. Sonra o klasın xüsusiyyətlərini həmin obyektlə icra edirik. Self obyekti göstərir. Yəni burada məsələn self-la vermişəm, burada self-la vermişəm, burada self-la vermişəm. Hansı ki bu dəyişənlərin birbaşa klassın daxilində olduğunu göstərir və mən necə ki məsələn burada gəlib car.drive yaza bilirəm. Amma car.atdan xət init yazacamsa, yəni bu işi nə bilim sonra gəlim bura brandi daxil edeyim, nə bilim color'unu daxil edeyim. Yəni bunu eləməmək üçün da birbaşa klassa, car klassına nə daxil edirsənsə, o ilə gələcək burada öz yerini tutacaq. Branddə color'a, yəni sıralamasına görə bir-bir mənimsəyəcək olaraq. Bu sənin işini asanlaşdırır, həm də bu funksiyanın digər funksiyalardan üstünlüyünü göstərir. Növbəti məsələn bir də funksiya var, atdan xət istəyir. O funksiyanı da məsələn sizlə işləyəcək. Amma hələ ki bu initim az-maz başa düşək ki, bu özünə məxsus funksiyadır və bizim nə daxil ediriksə parametr kimi klassın daxilinə gedir. Mən bunu dəfələrlə təkrar edirəm ki, elə beynimizə də o şəkildə otursun. Çünki klassda uşaqlar ən çox bu unitdə məsələn əziyyət çəkir, sonra problemlər yaşayır. Yəni mən burada nə qədər funksiya çağırsam, yəni nə bilim yazsam, nə deyək, bir də hər hansısa bir funksiya yazıram, def xarab məsələn, yazıram ki, print məsələn, f self məsələn print maşını xarab oldu. Mən bu funksiyanı çağırmasam, bu təbii ki işləməyəcək. Qara rəngli BMW maşını hərəkət edir. Sonra gəlib yazıram ki, my car xarab. BMW maşını xarab oldu. Yəni mən burada bu obyekti yaratmalıyam. Bu obyekti yaratmasam, mən o həmin birbaşa bu klass üzərindən bu funksiyalara müraciət eləməyim alınmayacaq. Obyekti yaratmalıyam, obyektin xüsusiyyətlərini qeyd etməliyəm bu self-in köməyi ilə. Sonra həmin obyekt üzərində həmin obyektin sinifin davranışlarını belə deyək, istifadə eləməliyəm. Və belə. Burada kimin nə sualı var? Bir dənə verin. Aydın. Aydın mən. Gəlin məsələn sizlə nə edək? Initsiz bir klass nümunəsi işləyək. Qoy onu başa düşün də siz tam olaraq. Buna aid bir də nümunə işləyəcəm. Məsələn, bir dənə student klassı yaradıb işləyərik. Bir də bunu mən kilidi alım. Gəlin indi initsizlə bir dənə funksiya işləyək. Klass məsələn person adında bir dənə sinif yaradıram. Bu mötərizə qoymasaq da olar hələ ki. Hələ indiyin dərsi deyil, gələcəklərdə o da izah edəcəm. Biz siniflərdə o qədər mövzu var ki, yəni ona görə keçdikcə görəcəksiniz. Məsələn, def name adında bir dənə funksiya yaradıram. Burada bax initdən istifadə eləmirəm. Burada atıram name-i. Ki bunlar adları eyni olmasın deyə set name deyək. Ad dəyişməsin adında bir dənə funksiya olsun.
self name bərabərdir name. Def set age eləyək. Burada da age verək. Self age. Yox. Self age bərabərdir age-ə. Aha. Def məsələn print adında bir print yazmayaq da biraz qarışıq olmasın. Print məsələn info olsun. Çap eləmək funksiyası ilə üst-üstə düşməsini edirəm. Print məsələn deyəcək ki, adı nöqtə self name yaşı self age. Bunu da bu şəkildə verək. İndi burada belə bir vəziyyət var. Mən bu funksiyaları çağırmamışam. Burada ona görə belə bir xətalar baş verib. Yəni, sinif obyekt falan yaratmamışam. Təbii ki, ona görə burada bu xətalar baş verəcək. Bunları tapmır. Bilmir ki, hara aiddir. Mən bir dənə burada gəlirəm, obyekt yaradıram. Məsələn, person 1 adında bir dənə obyekt yaradıram. Həmin obyektdə klassımızı mənimsədirəm. Sonra deyirəm ki, person 1-dən ad dəyişək məsələn. Person 1 set name adını dəyişsə məsələn nə qoysun? Bura ad qoyaq Turan. Hə. Yaşı da daxil eləyək ki, qoy yaşlı gəlsin. Çünki burada biz 2 dənə funksiyanın dəyişənini götürmüşük və onlar çağırılmayıbsa təbii ki, onlar işləməyəcək. Yəni unlokal gedəcək bizim üçün. Person 1 üçün bir dənə yaş da təbii ki, təyin eləməliyik ki, qoy o bu print info funksiyası çağırılsın. Burada məsələn yaşımı daxil edirəm. Deyək ki, 21 yaşım var mənim. Bu şəkildə də çağırsaq, yenə çalışmayacaq. Çünki bu dəfə də print info funksiyasını çağırmamısan. O da necə çağıracaqsan? Person 1 nöqtə print info. Vsyo. Sən artıq bu funksiyanı çağırandan sonra proqramın işləyəcək. Name self is. Burada self yazmışam. Bir dənə problem var budur. Hə. Adı Turan, yaşı 21. Yəni bura lap bir dənə virgül qoyaq. Adı Turan, yaşı 21. Belə. Mən indi bunları daxil eləmədən bir dənə print info eləyim. Burada görürsünüz atribut xətaları verir ki, nə ad var, nə bir şey var. Yəni name yoxdur. Deyək ki, lap name'i verdik. İndi deyir age yoxdur. Ona görə mütləqdir ki, sən bunların dəyişənlərini istifadə edirsənsə, nə etməlisən? Yəni bu funksiyaları çağırmalısan. Amma initdə necə idi? Sən bir dənə init funksiyası yaradırsan. O init funksiyasını çağırmağa ehtiyac olmur. Sən obyekti verəndə initin parametrlərini daxil edirsən, sonra istədiyin funksiyanın daxilində onu istifadə edə bilirsən. Amma fakt burada mən bu funksiyanı istifadə eləmək üçün bu iki funksiyanı çağırmalıyam və onlardan qiymət almalıyam ki, gəlsin burada istifadə edə bilim. Bu initlə ən azından bir fərqi budur. Bunu başa düşdük, heç olmuyor. Aydın. Aydın. Bəli, məsələn, niyə init istifadə eləməyək deyək də, yəni init istifadə eləməsək nə baş verəcək də? Bu biraz düz rahatçılıq da ola bilər. Məsələn, kodu başa düşməkdə. Bu bizim ənənəvi standart üsulumuzdur da. Əvvəl yəni necə funksiyanı yaradırdıq, onu çağırırdıq ki, o məlumatlardan istifadə edə bilək. Biraz çətinliyi məsələn ortadan qaldıra bilər. Amma init olmağı yaxşıdır. Initlə istifadə etməliyik ki, məlumatları obyektdə sonradan əlavə eləməyək. Elə birbaşa əlavə eləyək. Bax necə ki, məsələn burada görürsüz, init olsaydı bir dənə bu sinifin içərisinə mən məlumatları əlavə eləyəcəkdim. Heç bu iki sətrə ehtiyac olmayacaqdı. Məsələn, gəlin bunun eynisini initlə yazaq. Baxaq ki, fərq nədir? Məsələn, class indi bunu şey eləyək, user eləyək. Def, məsələn, altdan xətt. Int yox, init. Aha.
Bura ad, yaş deyirəm ki, yuxarıdakılarla qarışmasın, amma yuxarıdakıların elə eləmək istədiyimizi eləyəcək. Self ad bərabərdir ad, self yaş bərabərdir yaş. İndi bir dəfə də bu funksiyanı yaradırıq. Def print info. Burada böyle birləşir yazaq. Print məsələn adı self ad yaşı self yaş. Aha. İndi gəlirəm bir dənə obyekt yaradıram. Məsələn user1 bərabərdir user klassına. Bax mən burada deyir ki, adı daxil elə. Deyirəm ki, Turan. Yaşı daxil elə 22. Sonra da gəlirəm obyektimizdən print info funksiyasına müraciət edirəm. Və çalışdıraq. Nə dedi? Burada bağışlayın, belə bir səhv eləmişəm. Qətimdən qaçıb. Adı Turan, yaşı 22. Yəni init sizin üçün neynədir? Görürsüz ki, 2 dənə funksiyanı, yəni sonradan hansı ki əlavə eləyərək çağırdığımız funksiyaları özündə birləşdirdi. Yəni bir dəfəyə sərnişvi həll elədi. Da sən obyektə sonradan məlumat daxil eləmədin. Elə birbaşa obyekti yaradanda məlumatları daxil elədin ki, onun daxilindəki funksiyanı birbaşa istifadə edə biləsən. Və burada da bizə problem yaratmasın ki, sən birinci bu funksiyanı çağır, sonra bu funksiyanı çağır, sonra burada işlət. Yəni burada gördünüz ki, self ad, self yaş birbaşa özü çıxırdı. Yəni daxil elə. Çünki initlə vermisən, özünə məxsus funksiyadır və bu obyektdə dəyəri birbaşa vermək üçün istifadə olunur. Və bu da yuxarıdakı ikisinin fərqidir. Məncə belə daha aydın oldu. Sual var? Xeyr müəllim. Tamam. Yəni bir də istəyirsiniz lap nümunə eləyək klasslara aid. Hələ ki onsuz çox bir şey keçməyəcək. Sadəcə az-maz yəni biraz göz yaddaşımızda bir şey qalsın. Yəni klasslar maraqlı mövzulardır əslində. Yəni bunu fikirləşməyin ki, çətin mövzudur, maraqlı mövzudur və daim də istifadə edə biləcəyimiz bir mövzudur. Klasslardan sonra modullar, frameworklər falan gələcək. Onlarda da görəsiniz ki, nə qədər istifadə edirik. Məsələn, bir dənə tələbə klassı yaradıram. Class student. Yəni əlim öyrəşib fərdi funksiya yazanda mötərizə. Yəni burada yazmasazda bir problem deyil, yazsaz da bir problem deyil. Yəni bunu bilin. Məsələn, def yenə init verirəm. Hər dəfə burada çaşıb int yazıram. Def init verdim. Bu tələbənin adı, yaşı, adı olsun, yaşı olsun. Name, age. Self name bərabərdir name, self age bərabərdir age. Sonra 2 dənə də nədir onun adı? Obyekt yaradıram. Student. Amma mötərizə qoyuram. Obyektə birbaşa dəyər verə bilirəm. Məsələn, Turan. Yaş 20. Student 2. İstədiyiniz data tipində də daxil edə bilərsiniz. Sizə burada problem yoxdur. Sadəcə biz məntiqə uyğun olaraq bu şəkildə daxil edirik. Hələ ki onu əngəlləmirik. İstəsə şərt operatorlarına orada da bir müəyyən şərtlər yada bilir. Bu da ikinci obyektimdir. İkinci obyekti də yaradıram. Məsələn, Vaqif. Məsələn, 18 yaş. Məsələn, student 3. Student olaraq daxil edirəm. Həsən. 19 yaş. Bir də belə bir list hazırlayıram. Deyək ki, student 1, student 2, student 3. Bunların üçü də hər biri bir obyektdir. Mən də bunu bu şəkildə yaza bilərəm. For x in students. Və print x verək. Yəni də çalışdıraq. Burada bizim nələrimiz gəlir? Yaratdığımız istifadəçilərin obyekt kimliklər gəlir və görürük ki, hər biri bir fərqlidir. Bu şəkildə gəlməyi normaldır. Çünki burada biz hər hansısa bir dəyişiklik eləməmişik. Sadəcə obyekt yaradıb, obyekti çap eləmişik. Obyektin ünvanına baxmışıq. Mən burada bir funksiya yaradıb, həmin obyektin necə deyim,
istifadəsini eləməmişəm. Amma eləyə bilərik. Necə? Məsələn, bir dənə burada def salamlı adında bir funksiya yaradaram. Lap print eləyərəm nə? Sən salam filan kəs. Self name. Məsələn, desin ki, sənin fikrim qalıb belə şeydən. Azərbaycanda yaşım var. Belə. Burada da gəlirəm, nə edirəm? X nöqtə salamla. Heç burada ehtiyac yoxdur. Mən sadəcə obyektlərə müraciətimi eləyirəm. Onları bir dənə siyahıya yığdım. Bu x sonsuz da hər biri bu obyektlərə tək-tək bərabər olmayacaq. Yəni bu studentdən bu salamla funksiyasını keçid eləyə bilərəmsə, x-dan da salamla funksiyasını keçid eləyə bilərəm. Salam Turan, sənin 20 yaşın var. Salam Vagif, sənin 18 yaşın var. Salam Həsən, sənin 19 yaşın var. Bu da bu şəkildə. Mənim o non yazdıqlarından çıxır. Non boşluqdur. Yəni boşluq şəklində yazı. Mənası yoxdur əslində. Sadəcə yazıb da indi. Gəlin də onun ortadan qalır. O çünki biz necə? Biz obyektlərə sonradan müraciət elədik. Ona görə məsələn gəl bunu bir dənə kənara ataq. Gəl bunu bir dənə kənara ataq. Yazaq ki student 3. Əslində deyim də mən ondan niyə yazılıb. Zaten burada salamlada print var da, düzdür? Mən burada printi niyə vermişəm ki, ona görə yazıb da. Gəlin baxın. Sonra burada yaxşı fikir vermədim. Bir dənə beləncə məsələn şey deyək. Non verməyəcək. Print bilsiz necədir? 2 dəfə print içərisində elə bir print vermirsən, ona görə non verir. Başa düşürsən, bunu zaten bu print eləyir. Deyirsən ki, onu bir dəfə print elə. Görürsünüz ki, bunun nəticəsi nədir? Funksiyanın zaten içində print var. Non ona görə verir ki, yəni bu boşluqdur. Printi bir dəfə nəyin print eləyəsən? Başa düşdüm onu. Non tipim elə izah elədik. Başqa cür məsələn necə deyə bilərik? Ya bir məna daşımayan bir funksiya yazanda, ya bir boşluq yaradanda, həmin vəziyyətlərdə non belə deyə meydana gəlir. Yəni xüsusi bir tipdir. Əgər ki sən dəyişənə bir dəyər mənimsətməmisənsə, bir təyin eləməmisənsə, məsələn bu non tipi gələ biləcək. Bunu çox vaxt məsələn başlanğıc dəyər kimi istifadə edirlər. Funksiya nəticələrində məsələn non tipi olur. Əgər funksiya heç bir şey nəticə geri qaytarmırsa, yaxud da return istifadə olunmayıbsa, məsələn orada da non tip ola bilər. Yəni non məsələn elədir. Başqa məsələn görüm sizə nonla bağlı nə nümunəsi vermək olar. Yəni təxmini başa düşdünüz nonu? Bir də laf nümunə göstərirəm sizə. Anladım. Yox, əslində bunun haqqında bilirdim. Professorda əlavə yazdığını ona görə soruşdum. Mən məsələn məsələn bir dənə belə bir funksiya yaradaq. X funksiyası məsələn bura bir dənə name parametri ataq. Sən yazıram ki if name. Bayaq sizə bir şey izah elədim. Əgər bunların içi məsələn müəyyən data tipləri vardır ki, onların içi dolu olanda true olur, boş olanda false olur. Bu şərti məsələn 10 üzərindən qoydum. Məsələn indi ağlıma gəldi. Salam. Sən name verək lap bura. Orada name'ə enter bassaydım özü f string'i qoyur. Yoxsa mən tələssin. Print salam dünya verək. Belə bir şey qalsın. İndi mən gəlib print eləsəm məsələn nəyi? Yəni result adında dəyişən yaradıram. X funksiyasını çağırıram. Name'i də için boş qoyuram. Bayaq məsələn necə dedim? Dedim stringin içi boşdursa bu false-dur, düzdür?
O yadınızda qalıb o hissə. Pardon. Hə. Mən də bunu azığı bu şəkildə edirəm. Yəni heç nə daxil eləmirəm. Print result eləyim. Deqmoniya dırnaq qoydum. Hə. İndi mən bu x funksiyasına bir dənə nə etmişəm demək. Dəyər vermişəm. Hansı ki o dəyərin içi boşdur. Və içi boş olduğuna görə burada bu false kimi görünəcək. Bu istifadə olunmayacaq. Və mən üçün salam dünya ekrana çıxacaq. Bir dəyə də non tipi gələcək. Non tipi gələcək çünki name-ə heç nə verməmsən. Heç nəyi return eləyə bilmir funksiya. Ona görə də məcbur nonu məsələn var görürsüz bizə verir belə. Yəni biraz non qarışıqdır. False-na yəni bənzər bir paştuşlu funksiyadır. Amma tək fərqi nədir? Non bir tipdir. Məsələn mən bura gəlib if non yazsam, non böyüklə yazılır. Hə. Bu false olacaq, bu işləməyəcək. Amma tək fərqi odur ki, non bir tipdir bizim üçün. Yəni burada məsələn sən true false yazırsan, tipin bir nətər deyim, göstəricilərini yazırsan bool tipinin. Amma nonun özünü də yazsan o false-a bərabər bir nəticə verəcək sənə. Bu da nonun izahıdır. Başqa bir sual var? Eyvallah. Klassları az-maz başa düşə bildik? Hə. Всё, klassları da başa düşdüksə, bugünlük bu qədər bəs olsun. Az-maz biraz özünüz də baxarsınız, məşğul olarsınız, nümunələr yazarsınız. Növbəti həftədəki dərslərdə 6 bazar. Əgər şeydir, yəni alındıra bilsək, 3-cü gün ya da 4-cü gün bir də dərs alarıq. İndi Səid rekorddan baxar. Lap həftədə 3 dəfə dərs keçək. Sırf bu həftəni klasslar yaddan çıxmasın deyə deyirəm. 3-cü günə sala bilirsə, 3-cü günə salarıq da. 4-cü gün axşam kursda olam deyə. Problem deyil. 3-cü gün axşam çağı. 3-cü gün hardasa bir 8-də falan olar. Hə, 8-də olar. Hə, uyğundur mən. Hə, 3-cü gün 8-də. Hardasa 8-9-da. Onsuz elə uzun olmayacaq. Bir yarım saatlıq sadəcə həm təkrar məqsədli, həm də xatırlatma məqsədli bir dərs kimi eləyərik klasslardan. Çünki arada 6-7 gün keçsə biraz problem olar da. Bu biraz çətin dərslərdir. Bunda çox mövzuları var. Yəni görəcəksiniz polimorfizm falan, nə bilim keçəcək gələn dərslərdə biraz qarışıq mövzuları çoxdur. Rekordu bağlayım.